İnsan sınanmaq istədiyi zaman öz rəzalətlərinə fikir verməlidir ki, mənə qarşı olunan əməllərə qarşı necə münasibət bəsləyirəm? Məndə kibir var ya yoxdur? Mən bu kibir xəstəliyinə tutulmuşam ya tutulmamışam? Mən əslən özümü insanlarla müqayisə etdiyim zaman özümü üstün bilirəmmi hər hansı bir qazandığım bir şeylə? Mesela bilgi qazanmışam, bilgiyə sahibəm, başqaları o bilgiyə sahib deyil. Bu, yəni, kibir olduğu zaman bir körlükdür. Və yaxud da ki, mənim övlad uşağım çoxdur, mənim mülklərim çoxdur, digərlərinin yoxdur. Mən onlarla müqayisə etdiyim zaman başlayıram neynəməyə? O öz mülklərimi əsas gətirməyə. Hətta sahabələr arasında belə durumlar olurdu ki, sahabələr bir-birlərinin var-dövlətini müqayisə etdikləri zaman bəziləri varının olduğuna fəxr edirdi, bəziləri nəslinin üstün olduğuyla fəxr edirdi, bəziləri elmi ilə fəxr edirdi və hərə bir yolla fəxr edirdilər. Əbu Zər də susmuşdu, sakit dayanmışdı. Dedilər ki, ey Əbu Zər, bəs sənin nəyin vardır? Əbu Zər dedi ki, ənə Abdullah. Mən Allahın quluyam, mənim Allahım vardır. Allahdan başqa heç nəyəm yoxdur. Yəni siz Allah Rəsulunun getirdiyi insanlar ola bilməzsiniz. Niyə? Çünki Allah Rəsulunun getirdiyi insanlar belə şeylərlə niyə öyünə bilməzlər? Onlar Allahla öyünməlidirlər. Ona görə deyilir ki, yəni insan fəqət neynəməlidir? Allahla öyünməlidir. Təqva ruhu insana hakim olduğu zaman insan kibirlə mübarizə apara bilər. O zaman heç vaxt insan qəzəblənməyəcək. Niyə? Ona qarşı olan haqsızlığa qarşı, həyat yoldaşının ona qarşı haqsızlığına insan qəzəblənməyəcək. Niyə insan həyat yoldaşına qəzəblənir və ona təcavüz etmək istəyir, haqqına girmək istəyir? Niyə? Çünki mən səndən üstünəm, sən mənim sözümdən çıxa bilməzsən. Və yəni həyat yoldaşı ona haqq bir kəlməni dediyi zaman qəzəblənməyə başlayır. Tez onu qəzəblə susturmağa çalışır. Bu kibirin əlamətidir. Yəni səndə kibir var. Kibir olmasaydı, təvazu hakim olsaydı sənə, heç vaxt onu qəzəblə susturmağa çalışmayacaqdın. Soyuqqanlı yanaşacaqdın. Və hətta səndə olan hər hansı bir rəzaləti sənin üzünə dediyi üçün ona təşəkkür etməyin lazım gələcəkdir. Təşəkkür etməyimiz lazım gələcək. Niyə? Çünki o əgər düzgün bir şeyi bizdə etiraz eləyirsə, biz deməli ki, əhsən, zəkkərtəni, zəkkərək Allah. Sən mənim yadıma saldın, bu eybi, nöqsanı, Allah da sənin eyblərimi sən yadıma salsın. Amma yox, əgər mən kişiyəm, mən üstünəm, mən ailənin başçısıyam, mən ailəni dolandırıram, mənim sözüm hakim olmalıdır, o mənim eyblərim mənə deyə bilməz, bu kibirdir. Kibir nədir? Bu əksül əməl ailə daxilində olan kibirdir. Hətta övladıma qarşı. O mənim övladım mənə tabi olmalıdır. Hardan çıxardın? Mənim övladımdır, mənə tabi olmalıdır. Övlad mənim hər yerdə mənə tabi olmalıdır. Bəlkə mən səhv edirəm. O ağsaqqaldırsa, hamı ona hörmət eləməlidir. Bu nədir? Bu riyadır, qardaş. Yəni, bəzi bizim adətlərimiz ki, yoxdur. Bəzi cəhətləri yaxşıdır, bəzi cəhətləri riyakar bir cəmiyyət qurulur. Yəni, ağsaqqal nə olur olsun, onun yeri, deməli, hörmət olmalıdır, ona hamı gəlir. Yəni, ağsaqqal da artıq görür ki, hamı buna, bu nə edirsə, hörmət eləyirsə, artıq bu öz əməllərini təftiş eləmir. Yəni, hamı buna ehtiram bəsləyir. Səbəbsiz olaraq ehtiram bəsləyir. Yəni, İslamda səbəbsiz bir ehtiram yoxdur. Allah Rəsulü heç vaxt ehtiram qəbul etmirdi. Heç kəsdən. Səbəbsiz olar. Yəni, Allah Rəsulü insanlarla oturduğu zaman, söhbət etdiyi zaman, yemək yediyi zaman heç kim kənardan gələn insan Allah Rəsulü tanımırdı. Əgər görməmişdirsə onu. Niyə? Çünki Allah Rəsulü sahabələrdən, insanlardan biri olurdu. Yəni, onların rəhbəri yox, öncülü yox, başçısı yox, onlardan biri hesab olunurdu. İstər səfərdə olsun, istər yemək əsnasında olsun, istər ibadətdə olsun. Allah Rəsulü özünü, deməli, Allahın bəndələrindən biri hesab edirdi. Peyğəmbərdir. Allah onu seçmişdir. Ümmətə seçmişdir. Qiyamətə qədər gələn bütün insanlardan üstündür. Amma bu üstünlüyü Allah Rəsulü öz əməlində göstərmir ki, mən sizdən üstünəm. Heç bir yerdə Allah Rəsulü deməmiş ki, mən sizdən üstünəm, siz mənə itaat etməlisiniz bu üstünlüyümə görə. Allah mənə sizdən üstün qərar vermişdir. Deyir, ənə bəşərəm mislukum. Ya Peyğəmbər, sən de ki, mən də sizin kimi bir nəyəm? Bəşərəm. Yəni, bəzi, ümumiyyətlə, xislətlər ki, yoxdur. Bu xislətlər insan içində baş verən xəstəlikdən doğduğu üçün və ona qarşı mübarizə olduğu zaman insan razılaşmır. Başlayır qəzəblənməyə. Etiraf eləyə bilmir ki, yəni mən, tutaq ki, bu qədər
mənim fəzilətlərim var, bu qədər mənim qazanclarım var, bu qədər mənim nailiyyətlərim var. Sıradan bir insan məndə nə edir? Səhv tutur məsələn. Sıradan bir insan mənə etiraz edir. Sıradan bir insan məni qınayır, məzəmmət edir. İnsan bunu qəbul edə bilmir axı. Yəni deyir ki, insan nə vaxt bilə bilər ki, o təvazu əhlidir, kibr əhlidir? Özünü sınadığı zaman. Allah onun qarşısına imtahanlar çıxardacaqdır. Bir uşaq belə sənə nəsə etiraz edə bilər. O zaman nə etməlisən? Sən uşaqsan, yəni yerində otur, mən məsələn böyüyəm, mən bilirəm desən, o zaman kibirdir. O müalicə etmək lazımdır. Kibir müalicə olunmadıqca özdə, kibir xəstəliyi müalicə olunmadıqca heç bir xəstəlik müalicə oluna bilməz. Yəni insanda iki xəstəlik vardır ki, bu iki xəstəlik sifət, bu rəzalət, nəfsani rəzalət tərbiyə olunmadıqca insan tərbiyə oluna bilməz. Hətta nə qədər insan ibadət eləyərsə, gecə-gündüz ibadətlə keçirərsə, gündüzləri oruc olarsa, gecələri gecə namazı qılarsa, nə qədər sədəqə versə də, nə qədər həcc yerinə yetirsə də, bunlar insanı xilas et. Bu iki əgər xisləti müalicə etməz. Biri kibirdir, digəri ücübdür. Ücübdür. Yəni kibir yoxdur, amma ücüb var. Kibir nümayişi təvazökar kimi görünür. Amma yenə içində nədir? Bax, mən üstünəm, bax. Mən məsələn görürsən, mən necə təqva nişan verdim. Görürsən, mən necə nail oldum bu gecə namazını qılmağa. Görürsən, filan kəslər nail ola bilmədi. Görürsən, mən əleyhissalam və rəhmətullah. Görürsən, mən necə qazandım, bax, filan kəs bu məqama gəlib çata bilmədi. Yəni, iki xisləti insan özündə tərbiyə etmədikcə, onun düzəlməsi mümkün deyildir. Mümkün deyil insan düzəlsin. Nə qədər insan inkişaf edir eləsin. Ona görə də, baxın, yəni bir neçə şeylər var ki, bunlar insanlığın inkişafına yox, əxlaqı zətdə məhfinə xidmət edir. Məsələn, bunlardan biri sənətdir, mədəniyyətdir, sonra elmdir, texnologiyadır. Bunlar nədir? Bir tərəfdən cəmiyyəti inkişaf elətdirir, digər tərəfdən cəmiyyəti nə edir? Məhv edir. Yəni, əxlaqı, fərhəngini aradanır. Məsələn, Avropaya getsəniz, Avropalıların, yəni şərq millətlərinə, düzdür, onlarda mədənilik görəcəksən. Amma şərq millətlərinə hansı gözlə baxıldığı görünür. Yəni, təcrübələr var ki, oraya gəlirlər ki, şərq millətlərinə neyirlər? Yəni, siz bizim qazandıqlarımızı qazanmamışsınız. Məsələn, yəni, nailiyyət, mədəni cəhətdən inkişaf etmiş bir cəmiyyətdə, eyni zamanda kibirdə nə olur? Məsələn, paytaxt əhli, ətraf əhlə başqa nəzərlə baxır. Amma halbuki özü də onun kimidir. Özü də onun kimi, yəni, bir murdar sudan xəlq olunmuşdur. Özü də bir ananın bətinindən çıxıb, həmin onun kimi bir ananın bətinindən dünyaya gəlib. Amma paytaxtda yaşadığı üçün, bu paytaxtda yaşamaq, onda yalancı bir xislət meydana gətirir. Hətta təhqir edirlər. Yəni, bu onu göstərir ki, mədəni vəhşilik. İki cür vəhşilik var da, yəni tarixdə iki cür. Elə vəhşiliklər var ki, yəni onlar məsələn müharibələrə gətirib çıxardı, nəsillərin oradan getməsinə gətirib. Bir də mədəni, çağımızın vəhşiliyi var. Çağımızın vəhşiliyi nədir? Yəni sən insan ola bilməzsən, sən nə insan olasan axı? Sən nə bizlə gəlib bir yerdə dərin masada oturmalısan ki? Sənin nə qabiliyyətin vardır? Sənin nə statusun vardır? Sənin adının önündə nə akademik yazılmır, nə professor yazılmır, nə məsələn biznesmen yazılmır, nə, yəni heç, əgər bunlar yoxdursa, sən necə özünü bizdən hesab edə bilərsən? Və İslam bununla mübarizə aparır. İslam dünyaya elə bir insanlıq modelini vermək istəyir ki, demək istəyir ki, bunlar heç birisi nədir? Üstünlük amili deyil. Bunlar heç birisi fərqləndirici amil deyil. Siz hamımız eynisiniz. Yəni sizin heç birinizin zatını təşkil eləmir. Yəni insanın, sənin qazandıqların sənin zatını təşkil eləmir ki. Sənin zatın insandır. Bütün insanların zatı insandır. İnsanlıqdan başqa bir dəyərimiz yoxdur ki, biz deyək ki, bizim qazandığımız üstünlük amili olsun. Ona görə də hər bir insanın içində bu kibir və ücüb toxumları var. İnsan çalışmalıdır, buna qarşı mübarizə aparsın. Və həmişə özünü sınasın. Desin ki, Allahım, mən səninlə şərt keçəcəyəm. Görəm, mən özümü əxlaqi cədən tərbiyə eləyə biləm. Məsələn, avtobusa minəndə, mən o tərəflərə baxacağam, görsünlər, mən avtobusa minirəm. Və yaxud da ki, əlimdə setqa evə gəldiyim zaman, görüm ki, mənə baxacaqlar mı, görsən, bu piyada əlində bir yük daşıyır. Ona görə də böyük ustadlar qədim zamanlarda yəni, şagirdlərinin tərbiyə olunmasını öyrənmək üçün onlara bəzi məsələləri yükləyər də ki, məsələn, çiynivə bir meşak qoy, onu apar evə.
Özü yoxlamaq üçün. Ha, yəni məqsəd ona deyil ki bunu. Yəni gör sən, səni bu cür gördüyü zaman sən utanacaqsanmı? Git bazarda ciyər sat. Vaxt və bazarda ciyər sat məsələn. Yəni bunlar insan, yəni insan o qədər, yəni bu mədəni cəmiyyətdə o qədər vəhşiləşir. Ona görə Marksin gözəl bir sözü var. Çox gözəl bir sözü var. Deyir ki, insanlar mədəniləşdikcə biri o qədər də vəhşiləşir. Yəni nətər? Yəni insanlar mədəniləşdikcə soyuqqanlı olmağa başlayır. İnsanlar mədəniləşdikcə, şəhərləşdikcə əlaqələr itməyə başlayır, hisslər itməyə başlayır, duyğular itməyə başlayır, acıma hissi aradan getməyə başlayır, əxlaqsızlıq baş alıb gedir. Yəni mədəniləşmənin müsbət cəhətləri vardır, amma mədəniləşmənin mənfi cəhətləri də vardır. Mədəniləşmənin mənfi cəhətləri odur ki, yəni mən seçilmiş bir insanam, mənə bu layiqdir, sən də filankəssən, sənə də o layiqdir. Sən orada olmasan, mən də burada. Sən mənim yerimdə ola bilməzsən, otura bilməzsən. Bu düşüncə ilə insan yanaşdığı zaman bu kibirdir. Digəri ücübdür. Yəni bəzən kibirlə mübarizə aparırsan, kibiri toxumlarını öldürürsən içində, amma şeytan başlayır ücüblə sənə yaxınlaşmağa. Yəni bax deyirsən ki, bax görürsən mən necə kibri müalicə eləmişəm. Gör mən necə üstünəm, mən kibirli deyiləm. Yəni artıq ücüb insanın içində başlayır nə etməyə? Özünü bəyənməyə. Zahiri təvazu göstərir. Təvazökarlıq nümayiş elətdirir. Amma içində özünü başlayır nə etməyə? Digərlərdən fərqləndirməyə. Deyir ki, baxırsan mən buna nail oldum. Heç görsən filankəs bu sifəti özündə formalaşdıra bilmir. Başlayır nə fəxr eləməyə. Ona görə bu iki sifətlə mübarizə aparmadığımız zaman insanlıqdan insanın payı ola bilməz. Ona görə Allah deyir ki, İnnə əkrəməkum indallahi etqakum. Allah yanında ən üstünüz təqvalı olanınızdır. Yəni əsas ölçü təqvadır. Əsas ölçü ev deyildir, əsas ölçü kitabxana deyildir, əsas ölçü maşınlar deyil, əsas ölçü mülk deyildir, geyim deyildir. Allah deyir ki, təqvadır. Düzdür, bunlar lazımdır. Yəni insan bu şeylərdən, özünə lazım olan şeylərdən istifadə eləməlidir. Və İmam Sadiq əleyhissalam çox mürəttəb libas geyinirdi. Mürəttəb bilirsinizdə, yəni çox tərtibli. O qədər gözəl tərtibli libaslar geyinirdi İmam Sadiq əleyhissalam. Sufyan Suri, sufilərdən biri, yaxınlaşır İmam Sadiqə deyir ki, sən cəddinin din əxlaqına qarşı çıxırsan. Deyir, niyə? Deyir ki, sənin cəddin belə libaslar geyinmir. Orada İmam Sadiq əleyhissalam deyir ki, sən bunu nəfsivə görə dedin. Sən bunu məni aşağılamaq üçün dedin. Amma əslində bizim dövrümüzlə Peyğəmbərin dövrü fərqlidir. Ona görə də mən bu libası belə Allaha görə geyinmişəm. Bu gözəl, tərtibli libası belə Allaha xatir geyinmişəm. Amma sən bunu Allaha xatir demədin. Yəni əsas məsələ odur ki, insan özü ilə nəsin? İlahi rızanı qazanmağa çalışsın. İlahi təqvanı qazanmağa çalışsın. Ona görə də ən önəmlisi birinci kibirlə, sonra ücüblə mübarizə aparmalıdır ki, gələn dəstəkdə inşallah onların fəsadları haqqında danışarıq.